İmam Sadiq əleyhissalamdan hədis var ki, buyurur: "Ər-Rahimuna yerhamuhumur Rahman." Mərhəmətlilər o kəslərdir ki, rəhman olan Allah özü onlara öz mərhəmətini göstərər, öz mərhəməti ilə yanaşar. Sonra buyurur ki, "İrhamu men fil ardı yerhamukum men fis sema." Ona görə də yer üzündəkilərə, yerdəkilərə rəhm eləyin ki, göydəkicə sizə, səmadakılar sizə rəhm eləsin. Əslində bu hədis bizə psixoloji bir məqamı çatdırır. Ki, nədən ibarətdir? İnsan yəni başqasına necə rəftar eləyərsə, kainat da ona o cavabı qaytarar. Başqası ilə necə rəftar eləyərsənsə, sənə də o cür cavab verilər. Başqa bir hədisdə İmam Sadiq əleyhissalam buyurur, bir çoxlarımız bilirik, buyurur, Allahın 100 rəhməti var. Onlardan yalnız birin dünyaya nazil edib. 100 rəhmətindən birin dünyaya nazil edib. Bir insanların bir-biri ilə mərhəmətlə davranması o 100 rəhmətdən həmin birinin hesabınadır. Ki, 99'un Allah Taala qiyamət gününə, axirətə saxlayıb. İnsanların, möminlərin nicat tapmasından ötürü. Deyir, təkcə o bir rəhmətin hesabınadır ki, ana öz övladını sevir mərhəmətlə, sonsuz mərhəmətlə yanaşır. İnsanlar bir-birinə qayğı göstərir, kömək əli uzadır. Müxtəlif bütün canlılara insanlar görsən rəhmətlə, mərhəmətlə yanaşır. Nəyin hesabınadır? Allahın o 100 rəhmətindən yalnız birinin hesabına. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, öz səhabələrinə bir yerdə idi. Deyir, birdən o yəqin ki, döyüşdən qayıtmışlar, əsir tutmuşlar. O əsirlərin içindən bir qadın qaçdı, qaça-qaça başladı öz uşağını axtarmağa. Uşağı tapdı və tapan kimi onun sinəsinə, bağrına basıb qucaqladı. Peyğəmbər bu səhnəni səhabələrlə bir yerdə müşahidə edirdilər. Həzrət öz səhabələrindən soruşdu ki, bu qadın öz uşağın oda atar. Fikirləşin ki, bax belə ki, bu qadın axtardı övladın. Bu cür ki, qucaqladı, bağrına bastı. Heç bundan gözləyirsiniz ki, öz övladın oda atar. Dedilər, əsla ya Rasulallah, heç vaxt. Peyğəmbər salavatullah buyurdu ki, Allah bəndələrinə bu qadının uşağına olan sevgisindən daha mərhəmətlidir. Gör Peyğəmbər salavatullah necə ilahi mərhəməti insanlara çatdırır. Yəni, ananın mərhəməti belə Allahın rəhmətinin yalnız kiçik bir təzahürüdür. Bayaq dediyimiz kimi, 100 mərhəmətindən birinin bir hissəsidir. 100 mərhəmətindən birinin hesabına insanlar müxtəlif ətrafındakı insanlara qayğı göstərirlər mərhəmətlə. Bayaq dediyimiz kimi, bütün canlı aləmə mərhəmət göstərirlər. Onlardan biri də ananın, valideynin, xüsusən ananın öz övladına olan mərhəmət hissidir.